Salam uşaqlar, 11-ci sinif mövzu sınaq 4-ü izah edirəm. Baxırıq birinci suala. Bizə də funksiyasının qrafikinin təpə nöqtənin koordinatlarını tapın. Biz bilirik ki, bu x-in təpə nöqtəsidir. Mən çaşanda imtahanlı sual. X-in yanında x durar, y var. Bu x-sə, yəni x-in yanında 3x çıx 4-ü 0-a bərabərləyəndə x burada nəyə bərabər olacaq? 3-də 4-ə. Bu da ki, y-nin təpə nöqtəsidir. Qrafikin təpə nöqtələrinin demək 3-də 4-ü vurur 15-ə. 15-in 3 xısar gedir qalır 5, 5-i 4-ə vuranda eləyir 20. İkinci suala baxırıq. Qarşıda tərs funksiyalardırsa, qarşıda tərs funksiyası odur ki, birinin qiymətlər çoxlu, digərinin təyin olması. O deməkdir. Qarşıda tərs funksiyası f verir -5. Yəni bu onu deməkdir, x-in -5 olanda y-im 0 olur. Düzdürmü? Biz onu x üçün yazanda tərsinə yazacaq. Y-ə -5 yazacaq. X-ə də 0 yazacaq. O da yəni 0 -5. 0 -5 olacaq. Keçək növbəti sualımıza. Funksiyanın qrafikinə əsasən -8 10 parçasında x-ə neçə tam qiymətli y və f(x) funksiyasının müsbət olmayan qiymətlər alır. Müsbət olmayan qiymətlər, yəni həm 0 alan nöqtələrdə, 0 alan nöqtələr hansıdır? -5-dir. 0-ın özüdür. Yəni y-in 0 aldığı nöqtə bir də 6-dır. Sonra hansı qiymətlərdə mənfidir? -8-dən 5-ə qədər, -7, -6, -5. -5-dən 0-a qədər, -4, -3, -2, -1. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Növbəti sualımıza baxırıq. Deyir, funksiyasının qrafik üçün hansı təkliflər doğrudur? Biz burada deməli, qollar yuxarı, bəli, x-in a, yəni ax-dır da, bu a gözü müsbətdir, deməli, parabola qolları belə olacaq. Biz burada vuranda 12, toplayanda 8 eləyən ədədlərim 6-dan 2-dir. 6-nı 2-yə vuranda 12 eləyir. Yəni x1 bərabərdir 6, x2 bərabərdir 2 kökü aldıq. İndi bunun x çıxısın 4 bağla kvadratı, x-in kvadratı, x-i 4 üzərinə gəlirsən, yox, daha doğrusu çıxılsın. Niyə çıxılsın? Çünki burada 12, 4-ün kvadratı 16-dır. 16 neçə çıxanda 12 eləyir? 4. Deməli, mənim parabolum belə olacaq. x1, x2, 2 ilə 6-dan keçəcək və müsbət 4, burada 4 yazıram. Təpə nöqtə mənfi, birində təpə nöqtələn qeyd edək, buna. Bu təpə nöqtə düşdü 4-cü rübə. Burada var, bəli, bu düzdür, bu da düzdür. İndi buna baxaq və 2 ilə 6 nöqtəsindən keçəcək. Bu hansı rübdür? 2-nin 6-cı rübdən keçəndə deməli birinci rüb sayılır. Deməli bu 4-cü rüb sayılır. Birinci rüb 4-cü rüb sayılır. 2 də göstərə bilir. Məsələn, bu şəkildə də yazmaq olar, mümkün. Yəni olar. Belə yaza bilər. 1, 2, 4-cü rübdən keçir. Bu variant hansıdır? Özü seçirsiniz orada. Keçək növbəti sualımıza baxaq. Sinüs 4 alfanı birinci açaq. Sinüs 4 alfanın açılışı. İki sinüs 2 alfa bölü 2'ye de kosinüs 2 alfa. Sinüs 2 alfanı da açırıq. Bax, bunu açıram. Bu 2 qalır qıraqda. Təzən 2 sinüs alfa kosinüs alfa yazıram. Vurulsun kosinüs 2 alfanı mən məcburam ki, onu da açım. Kosinüs 2 alfa nöqtə, bu düsturları əzbər bilmən uşaqlar. Burada mən düsturdan düstur çıxarmaq, yazmağımıza vaxtda yoxdur. Kosinüs 2 alfanın yerinə yazılır. Bu düsturda əzbərləməli düsturlardır. Mən bir dənə kosinüs alfa buradan tapmalıyam. Kosinüs alfa necə tapacağım? Buna sinüs alfa kimi görsəm, sinüs necə tapılır? Qarşı katetin hipotenuza olan nisbəti. Onda bura düşür kök altı 5-in kvadratdan 1 çıxanda 4, 4-dən də 2 çıxıb. Demək, bura 2-dir.
Bunun da kosinusu eləcə 2 bölsün kökdə 5. Amma ki bizdə 90-180 arasında soruşdu, mənfi olacaq. Deməli, kosinusu tapdım ki, mənfi 2 bölsün 5. Kökdə 5. Bunu silə bizə lazım deyil. Bu şəkildə bizə lazım deyil. Bunu tapdıq. Ehtiyac yoxdur. Deməli, yazım. 2 vurulsun 2. Sinüs alfanın yerinə nə yazıram? 1 bölsün kök altında 5. Vurulsun kosinüs alfanın yerinə nə yazıram? Mənfi 2 kökdə 5. Vurulsun 1 çıxılsın sinüs kvadrat alfa. Yəni bunun kvadratı bu dərəcə nə? 5'də 1. Bunu da özünüz hesabınızda da adi hesablamadır. Keçək növbəti sualımıza. 6-cı suala baxırıq. Deməli, bu hissə verəcək bizə. Deməli, bir də bura baxın. Burada yazdım, sonra o tərəfdə qeyd edelim. Bu bizə x1, x2-ni verəcək. Bu isə biz x1 üzərinə x2-ni verəcək. Bu hissə. Gətirib qoyuram yerinə. Burada qoyuram yerinə. Burada qoyuram yerinə. x1 üzərinə x2 hansıdır? Tangens 50 üzərinə gəlsin. Kotangens 80 dərəcə bölünsün. 1 çıxılsın. Tangens 10, kotangens 40. Və mən bunu kotangesini tangesini əvəz eləyirəm. 1 x-in cəmi 90 olarsa, biz onu tangens 50 qalır yerdə. Tangens 10 yaza bilərəm. Yazdım. Aşağıda 1 çıxılsın. Tangens 10, kotangesin də yerine tangens 50 yaza bilərik. Xəttimi biraz oxumaq olmuş uşaqlar. Bu da ki, tangens alfa üzərinə gəl bettanı verir bizə. Astışıq düsturlar əzbərləb bilmək lazımdır. Yenə deyəm, tangens 50 üzərinə gəlsin 10. Edilə tangens 60. Tangens 60-da kökdə 3 alır. Yəni düsturlar bilməsəz bunu mümkün deyil də yazmaq. Gəl düsturlar qoyun qabağıda biraz öyrənin, əzbərləyin. Axı üstündən sınıfda bir dəfə kesin ki, heç olmasa yadınıza düşsün də təxminən nə hardan gəldi biləsiniz. Bu tangeslə bu getdi. Yerdə qaldı p üstə gələ 3 bərabərdir 5. P bərabərdir 2. Arc sinus 1 bölsün p-nin yerinə 2 yazıram. Sinus 2-də 1-i nədə alırdı? 30 dərəcədə alırdı. 30 dərəcəni yaza bilərəm. Pi bölsün 6. A variantı. Keçək 8-ci suala. Deməli, kotangesin yerinə burada yazaq 2 sinus. Kotangesin yerinə yazaq kosinus bölsün sinus. Üstə gələk 5. Sinuslar getdi, qaldı 2 kosinus. Üzərinə gəlsin 5. Kosinus və mənfi 1, müsbət 1 aralığında qiymət alır. Burada bir diqqət olun, görürsən nə deyirəm. Bir dəfə yazam 2 vur 1 üstə gələk 5 bərabərdir 7. Bir dəfə deyirəm 2 vursun mənfi 1 üstə gələk 5 bərabərdir 3 verir. Amma 3 ilə 7 burada daxil deyil. Yəni burada AB komponentdən tapdım 3 ilə 7-dir, 21. Bunu tapadım, bu heç. Birdən bizə soruşa bilər ki, bu aralığa daxil olan ədəddən zəmdə artıq orada səhv eləyə bilərsiniz. İndi mən sizə bir söz deyirəm. Mən bilirəm ki, sinus kvadratı alfanın, kosinus kvadratı alfanın zəmi 1-ə bərabərdir. Mən əgər kosinusumun yerinə 1 qoyuramsa, kosinusun yerinə 1 qoyuram. Deməli, sinusum 0 olmalıdır. Amma mənim də sinusum məxrəcdə yerləşdiyindən sinusa 0 verə bilmərəm. Ona görə 1 ilə mənfi 1 burada daxil deyil. Məxrəcdə sinus düşdüyündən. Aydındır, yəni burada yenə deyirəm, burada belə soruşur, imtahanda düşə bilər ki, məsələn, o aralığa daxil olan qiyməti gedərsiniz 3 ilə 7-ni götürərsiniz. 3 ilə 7 arasında 3 ilə 7 daxil olmağını toplayarsınız. Onda səhv gedir. Amma 3 ilə 7 arasında daxil ədədləri toplasa cavab düz gedir. Yəni bəzən belə suallar çox düşür ümumiyyətlə imtahana. 9-a baxırıq. Bunu yenə alfa çıx beta düsturuna əsasən tangens alfa çıx tangens 45 düsturlu. Bu düsturu yazırsınız. 1 üzərinə gəlsin demişdim. Çıxmaz aşağıdan üstə gəldi. Üstə gəlsə aşağıdan çıxmadı. Tangens alfa tangens 45 bərabərdir 3. Bu 1'dir.
Bu da 1'dir. 1'i vuranda 1. İndi belə yazılır. Tangens alfa çıx 1. Heç belə tangeslə yazmaq istəmirəm. Alfa x bərabər 3. Bunu çarpaz vururam. Çarpaz vuranda 3'ü vuranda 1. 3 üzərinə gəl 3 tangens. Belə yazım qarışmasın. Tangens bərabər tangens minus 1. 2 tangens bərabərdir mənfi 4. Tangens alfa da bərabərdir mənfi 2. Bizden tangens 2 alfanı soruşur. Yəni tangens alfa üzərinə gəl alfanı soruşur. Yəni də yazıram. Tangens alfa üzərinə gəlsin tangens alfa. Eyni şeydir uşaqlar. Sadəcə yazıram ki 1 çıxsın tangens alfa vurulsun tangens alfa. Geniş yazıram ki biləsizlər hardan aldım. Baxın. Böyle 2 tangens alfa. Tangens alfa nə verir bizə? Tangens kvadratı alfanı verəcək. Götürərsəm yerinə qoyaq da biz deməli burada tangens alfanı mənfi 2 aldım. Gətirib qoysan yəni mənfi 2 vurulsun 2. 1 çıxılsın 2'nin kvadratı yəni 4. 3'də mənfi 4 eləyəcək. 3'də 4 eləyəcək. Mənfilər gedir artıq. Ona baxaraq. Mən bilirəm ki, yəni bir qaydan var ki, bu ikisinin cəmi bizə mənfi pi bölünsün 2 verir. Belə bu qaydaları əzbərləyin. Pi bölünsün 2 verir. Bu ikisi. Yerdə də arcsinüs x o da hansı aralı qiymətləri mənfi 1, 0, 1. 3 dənə. İndi 11 yazaq. Mən bunu bir a əvəzləməsi aparsam, tangens x a-ya bərabər eləsəm nə olacaq? A kvadratı minus 3a. X-ə tığdı, tığla aparmadım. Üstə gəl 2'dir bu. Alim deyməsin bir-birinə. Vuranda 2, toplayanda 3 eləyəm. Bu deməli a burada 1'ə, həm də 2'yə bərabərdir. Gətirib yazıram. Tangens x bərabərdir 1. Deməli, 1'i nədə alırdı da 45 dərəcə. 45 dərəcə necə yaza bilərəm? Necə yazmaq olur? Pi bölünsün 4. Üzərinə gəlsin pi k. Yəni hər 90 dərəcədən 1'dir də. Başa düşün. Məsələn, baxın, pi bölünsün 45 dərəcədə alır. Düzdürmü? 180 dərəcədən sonra yenə eyni qiymət alır. İndi bir də qiyməti tangens x bərabərdir 2. 2 ilə nə yaza bilərik? 2'də də qiymət alım olur. Arctangens 2 yazırıq da belə. Üzərinə gəlsin, bəli. Pn-də davam edir də. Pk, pn və s. fərqi yoxdur. İndi keçir növbə sualımıza. Uşaqlar, bax yenə deyirəm düsturları. İndi mən yazıram burada bəzən indi deyəcək ki, ay müəllimə bunu hardan aldıq, bunu hardan aldıq. Yəni burada ancaq düsturlara baxırsınız. Qoyun qabağında mən izah elədikdə düsturları özünüz baxın. Çünki belə necə deyim, şifahi deyil də bu haradasa məntiqini tapıb yazdığım bir şeydir. Ancaq düstur üzərindədir. Bax indi yazacağına baxın. Bax bu hansı düz ifadənin açılışıdır? Kosinus 10x. Bax görürsünüz, indi deyəcəksiniz ki, ay müəllimə kosinus 10x-i hardan aldı? Kosinus 2 alfanın açılışı var. Kosinus kvadratı alfa çıxılsın sinüs kvadratı alfa. O da göstərir ki, yəni bu 2 dəfə çox, yəni bu 2 dəfə çox kosinus 10x verdi bizə. İndi bərabərdir a minus 3. Biz də bilik ki, kosinus, yəni ümumiyyətlə də mənfi 1, müsbət 1 aralığında qiymət aldı mənim kosinusum. Mən mənfi 1 kiçik bərabərdir a minus 3, kiçik bərabərdir 1. Hər dəfə müsbət 3 əlavə edəndə burada 2 qalır. Kiçik bərabər a, kiçik bərabərdir 4. 2, 4 aralığında qiymət alacaq. Şöyle bax, bu kosinus kvadratı x var abi. Kosinus kvadratı x. Bunun yanına keçəndə bunların cəmi bizə verir 1. Bu 1 ilə də bu 1 gedir. Kosinus 5x-in bərabərdir 0. 5x bərabərdir. Baxın, 0'ı harda alır? 90 dərəcədə alır. Düzdürmü? Pi bölünsün 2. 1'də harda alır? 270'də. Deməli, mən 90 üzərinə 180 dərəcə gəlməli. 180 dərəcə, yəni pi k. Aydın oldu. Hər 180 dərəcədən bir, ona görə pi k-yadır. Hər tərəfində 5'ə böləndə x bərabərdir. Pi bölünsün 10, üzərinə gəlsin pi k bölünsün 5 yazacaq. 14'ə baxırıq.
Baxın, bax burada F7 verib mənə, düzdürmü? İndi diqqətlə qulaq asın mənə. Mən burada x-in yerinə neçə qoysam 7 elə 3-dür. Demək x-in burada 3-dür. Gətir burada yazıram ki, 2 üzərinə gəlsin 3p. Bərabər nəyə buna? Bu da F7 olur, bu da F7 olur da. P üstə gəl 12-yə. Buradan da P-ni özünüz tapırsınız. Sadə bir şeydir. Keçək növbəti sualımıza. Adi tənlikdə onu oturub yazmadım mən. Şu buradan bax 3-ün mütəzə kənarına çıxarsam 2 çıxılsın x. Məsələn, sual 15-dir. 5-i mütəzə kənara çıxarsam x minus 2 üstə gələ 16. İndi bir söz deyim sizə uşaq 16-dır. Bu x sıx 2-nin yerini dəyişə bilərəm. Modulda da onsuz da dəyişmək mümkündür. Bərabərdir. Bu 3-dür, bu mənfi 5-dir. O da mənfi 2, x minus 2 üstə gələ 16. Bərabər 0-dan tapdıqca 0-a bərabər eləyəcəm. Mesela buradan 0-a bərabər eləyəndə mənfi 2, baxın bura, x minus 2 bərabərdir mənfi 16. X modulda x sıx 2 bərabər nəyə? 8-ə. Tapdım 8. Bunu balacalaşdırım yazım ya da gözü qabağında olsun, bu x sıx 2-dir. Mən bir dəfə x sıx 2-ni bərabər elə müsbət 8-ə tapıram ki, x burada neçədir? Bir dəfə x sıx 2-ni bərabər elə mənfi 8-ə tapıram neçədir? Aldığım cavabları da toplayacağım. On 16-cı suala baxırıq. 16 sualda cos kvadratı 24 üzərinə kosinus deməli burada, bax burada baxaq. Bu sinüs kvadratı 24 deməkdir. Bir dəqiqə. Üzr istəyirəm. Nə yazdım mən? 24. Yox, sinüs kvadratı 24-dür. Bəli, bunların da cəmi eləyir 1. Bunu tapdım 1. Qulaba bu 1-dir də. Bu 1 tapdım. Bax, tangens 156-nı yaza bilərəmmi ki, tangens 90 üzərinə gəlsin. Yaxud da ki, baxın, belə yazım da 90 üzərinə gəlsin, yox. Bax. 180 çıxılsın. 24 yaza bilərəm. 180-də ad dəyişmə baş vermir. Tangens 24 bölünsün. Tangens 24. Amma tangens 156 3-cü rübə düşür. 3-cü rübdən 2-ci rübə düşür. Baxın, 2-ci rübdə. Bax, bura düşür. 2-ci rübdə sinüs müsbətdir, kosinüsün mənfidir. Müsbətli mənfi ilə mənfi ilə. Ona görə bu mənfi olacaq. Bu da mənfi. Buna belə 1 edir. Ya mənfi 1, mənfi bu da müsbət 1. Bir üzdən gəl 1. 17-yə baxırıq. 17-də artıq uşaqlar belə deyim də, bu da düsturdur. Ki sinusun toplama düsturlardır. Yəni sinus 6 üzərinə 3 gələcək, demək 9x. Dövrdə tapan nə olur? 2pi bölünsün k. K-nın yerində nə durur? 9 durur. 2 vursun pi-nin yerinə 180 yazan bölünsün 9 da buradan tapırıq neçə eləyir. 18-ci suala baxırıq. Hər dəfə kök 2-yə bölürəm. 1-də 2-yə bölürəm. Baxın, niyə 2-yə bölürəm? Əmsalları cəminin kvadratını tapıram. Buradan da kök alam 2. Deməli 2-yə bölmək lazımdır. Aydın oldu. Onda bizdə olacaq ki, kök altda 3 bölünsün 2 bizə nəyi verəcək? Baxın kimi düsturları bilməli ki, kosinuslardır, yoxsa sinuslardır. Bu mütləq bilinməlidir. Kök altda 3 bölünsün 2 kosinus 30-da olur da. Yazaq, bax bunun yerinə yazım kosinus 30, olursa kosinus x. Çıxsın 2-də 1 də sinus 30-da. Sinus 30 sinus x bərabər 0.
Bu da bizə verir kosinuslar teoremi. X üstə gəlir 30 bərabərdir 0-a. X üstə gəlir 30 bərabərdir 0-ı, indi qulaq asın, deyir ki 0,90-dır. Yəni 90 dərəcədə ala bilər də. Yaxud 274. Sadəcə 0,90 verdiyini 90 götürün. X də burada 60-a bərabərdir. Sualımıza baxaq. Deməli 9-cu sualda bizə deyir ki, xəttə funksiyanın bucaqlamasına tam. İndi bax diqqətlə baxın. Mən bilirəm ki, f deməli x-in nəyə bərabərdir? K x üstə gələk b. Bax bunun üçün yazıram ki, f x. Burada k x-in yerinə x üstə gəl 2 yazıram. Üstə gələk b. O birisində isə belə yazaq da x-in yerinə x minus 3 olacaq. X minus 3 üstə gələk b. Bunların cəmi buna bərabərdir. Bax toplayıram. Bunu açaq. Kx üzərinə gəlsin 2k üstə gələk b. Bunu açaq. Kx minus 3k üstə gələk b. Tərəf-tərəfə toplasaq. Bununla bu eləyir nə? 2kx. Bununla bu eləyir çıx k üstə gəl 2b bərabərdir. Nəyə? Buna 4x üstə gəl 11-ə. Burada x-in qabağı nədir? 4. Burada x-in qabağı nədir? 2k. 2k bərabərdir 4. K da bərabərdir 2. K-nın yerinə 2 yazdım. K-nın soruşur 2. Birdən bizdən b-ni soruşar. B-nin qiymətini soruşa bilər də. Bu 11. Bu 11. Bax buna bərabərdir. K-nın yerində burada 2 qoyub b-ni tapacaq. Əgər soruşsa. 20-yə baxırıq. Uşaqlar, cüt funksiya olanda bax, f(x) cütdür. Harada cüt varsa, orada mənfilər müsbət olacaq. f(x)də. Bax, burada yazaq. f(x) olacaq. Üzərinə çıx. Tək funksiya isə mənfini verir qabaq. 3gx. Bərabər 4x-in kubu. Üstə gələ. f(x). Neçən sualdır bu? Az qalmışam. f(x) çıxılsın gx. f(x)larım getdi. Mən öz sonunda düzəltmişəm. Mənfi 3, bu da mənfi eləyir. Mənfi 2gx bərabərdir 4x-in kubu. Mənfi 2 gx də bərabərdir. Mənfi 2x-in kubu. Bu da bərabərdir. Mənfi 2. Bu yerinə nə qoyacam x-in? Mənfi 3-cü dərəcədən 5-in kubu. 3-ün üst getir. Mənfi 2-ni mənfi 5-ə vuranda eləyir müsbət 10. 21-ci sualı yazaq. Kosinus uşaqlar mənfini udur. Sinus 2 alfa çıx 2 alfa çıx kosinus 2 alfa bərabərdir 3-də 1. Sinus 4 alfanı soruyor. Hər tərəfin kvadratı yüksəldi. Birincinin kvadratı. Üzərinə gəl. İkincinin kvadratı. Çıx 2 sinus alfa kosinus alfa. Bərabərdir 9-da 1. Bu bizə verir 1. Bu isə bizə verir sinus 2 alfanı. Bərabərdir 9-da 1. İndi baxaq. Sinus 2 alfa bərabərdir. 1-dən 9-da 1 çıxan neçə eləyir? 9-da 8 eləyir. İndi mən görüm nəyə səhv yazmışam. Burada bir sinus 4 alfa. Mən burada nəyə səhv yazmışam? Burada sinus 2 alfa. Bu 2-ləri yemişəm burada. 2 alfa. Ona görə bu sinus 4 alfa olacaq. Bizdən də nəyə soruşur? Sinus mənfi 4 alfa. Bu da mənfi olacaq. Mənfi 9-da 8 eləyəcək. Keçir 22-ci suala. Artıq yekunlaşırıq. Asanlaşır. Əgər fikir versəz də asanlaşır. 22-dən yenə kvadrata yüksəldirəm. Birincinin kvadratı. Üzərinə gəl ikincinin kvadratı. Çıxsın 2 sinus alfa kosinus alfa. Burada sinus alfa kosinus alfa 2 yoxdur. 9-da 1. Bu verir bizə 1. 1-dən 9-da 1 çıxanda elə 9-da 8 bərabərdir. Bu da verir bizə sinus 2 alfanın açılışı.
İndi mən nə edirəm? Mən keçirəm bax bunu həll eləməyə. Bunu qoyuram qırağa. Buna işim yoxdur. Bax bunu həll et. Tangens alfa yerine yazdım sinüs bölünsün kosinüs. Kosinüsün yerine yazdım kosinüs bölünsün sinüs. 3 sualımız qalıb yekunlaşıq səbirli olaq. Kosinüs vurulsun sinüs. Bilirəm indi baxanda ürəyimə sıxılır, bu sıxılmaz. Bunu, yəni burada da qalır, yəni böləndə burada qalır kosinüs, burada qalır sinüs. Bu da sinüs kvadratı, bu da kosinüs. Sinüsün kvadratı üzərində kosinüsün kvadratı bərabərdir. 1 bölünsün sinüs alfa kosinüs alfa. İndi mən buna işim yoxdur. 1-lə. Bax sinüs alfa kosinüs alfanı burada yazıram. Alfa. Deyəm bir dəqiqə. Sinüs alfa kosinüs alfanı burada hər tərəfini 2-yə vurub 2-yə bölürük. 2-də 2-yə vurub 2-yə bölürük. Buna bu ifadə açılışı verir bizə. Hə, deyirəm nəsə alım. Hə. Sinüs 2 alfanın açılışını verdi. 2-də 1 də qalxır yuxarı. Bu cür olur. Sinüs 2 alfanın da yerinə qoyuram nə? 9-da 8. Yəni 2 bölünsün 9-da 8. Bunu hesablayıb tapırsınız. Gecədə fikrim yayınır. Fikrimi toplaya bilmirəm ki, hara yazdım nəyi. 22 idi, 23. 23-ün biraz həlli uzundur, yazacağım indi, amma asandır. Yəni asandır, narahat olun. Mən burada 14 verdiyinə görə, burada da 14-ü deymirəm. Buradan da 14-ü deymirəm. Bax, sinüs 12 üzərində kosinüs. Yox, sinüs 16 üçün yazıram. Aşağıda da o kosinüs 12, kosinüs 16 üçün yazıram. Burada necə yazıq? Düsturumuza 2 vurulsun. Bax, sinüs 12-nin 16-nı toplayıb bölürdük 2-yə. Elir 14. Vurulsun kosinüs. Kosinüsə çıxacam. 16, 12 çıxıram. 4, 4, 2, 2. Bunu yazdım. İndi aşağıdakı üçün yazdım. Kosinüs 12 üzərinə gəlsin kosinüs 16. Bərabərdir. Yəni eyni ki 2 kosinüs. Həmişə birinci üçün toplayıram. 12, 16, 28, 28 2-yə böləndə elir nə? 14. İkincidə çıxıram. Kosinüs 2 eləyəcək. Gətirib qoyuram yerinə. Yuxarıdan aldım. 2 sinüs 14 kosinüs kosinüs 2 üzərinə gəlsin sinüs 14 sinüs 16 aşağıda da yazdım ki nə aldım? Bunu aldım. 2 kosinüs 14 vurulsun kosinüs 2 üzərinə gəlsin nə? Kosinüs 14 bərabər yuxarıda dən görün mən nəyə harada səhv yazdım, neynədim yenə. Hə, bu 14-dür. Yuxarıda sinüs 14-ü mötərizə kənarına çıxarım. Burada çıxarım. Sinüs 14-ü mötərizə kənarına çıxartdım. Qaldı çıxanda sinüs 14-də. 2 kosinüs 2 dərəcə üzərinə gəlsin 1. Aşağıda da kosinüs 14-də çıxarım mötərizə kənarına. Kosinüs 14-də 2 kosinüs 2 üzərinə gəlsin 1. Bunlar getdi. Hə, yerdə də bu qaldı. Bunu da deyir ana vəzirdə ana yazdım. Yəni həllim bu şəkildə. Uşaqlar, ümumiyyətlə görürəm ki, sınaqlara gedirsiniz, bilmək şərt deyil uşaqlar. Yazanda qısa konkret yazır. Onları qısa konkret eşən lazım deyil. Oturun geniş yazın, tam yazın. Yarımçıq da yazanda adama bal vermirlər. İndi 24-də fərqin hasilə çevrilməsi. Yenə yazıram. 2 sinus 6-dan çıxacam 2 böləcəm 2-yə. 6-dan çıxacam 2-yə böləcəm 2-yə. Çıxmada fərqlidir biraz. Eləyir sinus 6-dan 2 4 4 2 qız. Burası kosinus toplu böləcəm 2 6 2 kosinus 4 qız. Bərabər 0.
Hamısı ayrıqda 0-a bərabərəm. Bu 2 gedir onsuz da. Sinus 2x bərabər 0. 2x bərabər 0'ı nədə alırdı? Sinus 180 dərəcədə pk'da alırdı. X də bərabər pk bölünsün 2. 90 dərəcədir. 90 180 qoysaq. Bir də kosinus 4x bərabər 0. 4x bərabərdir. Kosinus nədə alır? 90'da 270'dir. Yəni pi bölünsün 2, 90 dərəcədə 270'də alırsa 180 üzərinə 180 dərəcə gəlməlidir. Pk ona görə gəlir. 2 pk gələ bilmərəm. Hər 90 dərəcədə nətərdim? Yalnız yuxarı 90 dərəcədə almır. Həm 90'da alır, həm 270. 270 tapması pk gəlir. Bunda hər tərəfin 4'ə bölün pi bölünsün 8, üzərində pk bölünsün 4. Hangisi müsbət kökü? Yəni baxanda görə ki, bu eləyir də. Çünki 180 böləndə 8'ə neçə edir? 90 qaxara. Gəldik sonuncu sualımız. Yekunlaşırıq. Bu asan sualdır. 3 birdə ad dəyişmə baş verir. Olur kotanges x. Amma deməli 4-cü rübə düşdüyündən 4-cü rübdə də uşaqlar verir bizə mənfi. Üzərinə gəlsin. Bu da 90 dərəcə. 90 dərəcədə də kosinus deməli ad dəyişmə kosinus x. Amma bu birinci rübə olduğuna görə müsbət olduğu kimi qalır. Bu da düşür 4-cü rübdə. 4-cü rübdə sinüsün mənfidir. Çıxılsın. Kosinus x bərabər mənfi 1. Bunlar gedir. Kotanges x bərabər mənfi 1. Bu da 1 elədi 1. 1 də nədə alırdı? X bərabərdir. 45 dərəcədə pi bölünsün 4. Hər 180 dərəcədən 1, 45 dərəcə aldığına görə üzərinə pk gəlirik.